Milyarder iş adamı Elon Musk, Tesla satışlarının digər bütün avtomobil istehsalçıları ilə birlikdə azaldığını desə də, Avropa avtomobil bazarının bu ilki vəziyyətini səhv qiymətləndirdi. Son 4 ayda Tesla'dan daha çox yeni avtomobil qeydiyyatı aparan 5 istehsalçı satışlarını artırdı. Tesla'nın qeydiyyat göstəriciləri təxminən 40% azaldığı üçün iri avtomobil istehsalçıları arasında açıq şəkildə ən zəif performansı göstərdi. Tesla'nın baş direktoru Elon Musk çərşənbə axşamı günü Dohada keçirilən Qətər İqtisadi Forumunda Bloomberg News'a verdiyi müsahibədə vəziyyəti dəyərləndirib. Musk, Tesla'nın Avropadakı satışlarının ötən ilin eyni dövrü ilə müqayisədə azalması barədə belə deyib: "Bu, bütün istehsalçılar üçün keçərlidir. Heç bir istisna yoxdur. Avropa iqtisadiyyatı olduqca zəifdir." Avtomobil sənayesi üzrə tədqiqat şirkəti Jato Dynamics-in baş analitiki Felipe Munoz bildirib, pandemiya öncəsi dövrlə müqayisədə Avropanın yeni avtomobil bazarı təxminən 3 milyon avtomobil daha kiçikdir və satışların artmadığı doğrudur. Lakin bazar bu ilin ilk 4 ayında keçən ilin eyni dövrü ilə müqayisədə sabit qalıb və qazananlar da olub, uduzanlar da. Tesla ən çəhay uduzanlardandır. Munoz elektron məktubda qeyd edib, Tesla ən böyük uduzanlardan biridir. Onlar çoxlu bazar payını itirirlər.